Masazırda dəhşətli hadisə baş verib. Belə ki, 2 nəfər qətlə yetirilib. Doğru Xəbər Azərbaycan məlumatına görə bugün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı 2 qadına kəsici deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub. Əldə etdiyimiz son dəqiqə məlumata görə öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İskəndərli olduqları müəyyənləşdirilib. Əməliyyat axtarış tədbirləri davam etdirilir. Sosial şəbəkələrdə Enor adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə o saxlanılıb. Elnar Quliyevaya Cinayət Məcəlləsinin 144-cü insan alveri maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib, faktla bağlı istintaq tədbirləri davam etdirilir. Tərtərdə az yaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. Aylin Mustafazadənin meyidi sudan çıxarılaraq təhvil verilib, araşdırma aparılır. İtkin kimi axtarışa verilmiş şəxsin öldüyü məlum olub. Aprelin 9-u saat 14 radələrində Xırdalan şəhər sakini 1984-cü il təvəllüdlü Samir Asifoğlu Həmzəyevin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Qeyd edilib ki, 42 yaşlı kişi özünə məxsus Hyundai markalı avtomobillə yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Aparılan araşdırmalarla Həmzəyevin aprelin 10-u saat 12 radələrində Xırdalanda yerləşən restoranda ürək çatışmazlığından öldüyü müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.